qorxusu ilə bağlı da məlumat paylaşsanız yaxşı olardı. Bu qorxu münasibət zamanı problem yaradır, özümün gün ərzində keyfimi pozur. Xəyanət qorxusu ayrıca bir mövzudur. Çünki xəyanətə uğramamış insanlarda da xəyanət qorxusu ola bilər, amma daha çox keçmiş travmatik təcrübələr bu qorxunu alovlandırır. Yəni keçmişdə xəyanətə məruz qaldıqdan sonra o güvən duyğusu kəskin sarsıldığında artıq təkrar xəyanətin baş verməsi qorxusu aktivləşmiş olur. Bundan başqa uşaqlıq travmalarında rolu var. Uşaqlıqda da itirməyə ilə nəticələnən bir çox hadisələr daha sonrasında partnyor itirməyə və xəyanətə məruz qalmaq kimi qorxulara səbəb olur. Amma burada siz terapiyada araşdırılması lazım olan şey bu etibarsızlıq, bu güvənsizliyin qaynağı hardan gəlir? Çünki bir çox qadında görürəm ki, mənə müraciət edən qadınlarda, xəyanətə məruz qalmış qadınlarda görürəm ki, onlar partnyorlarının sanki təkrar xəyanət etməməsi üçün əllərindən gələn hər şeyi etməyə çalışırlar və yaxud da ki, ona elə də ki, yaranmağa çalışırlar. Belə bir şey də doğru deyil. Yəni ki, partnyor əgər sizə xəyanət edəcəksə, siz o etməsin deyə dəridən qabıqdan çıxmaq bu yöntəm deyil. Bu münasibətlər güvən üzərində qurulur. Ona görə də əgər ki, siz bir insanla xəyanətə baxmayaraq evliliyə davam edirsinizsə, təzədən güvən duyğunuzu bərpa eləmək və artıq yenə də güvənə bilməyə başlamağınız lazımdır. Yəni bu şəkildə yürüyə bilər. Yoxsa ki, onun xəyanətini gözdən qaçırmamaq və yaxud da təkrar xəyanət etməsinin qarşısını almaq üçün dərdən qabıqdan çıxmaq, hər dediyini eləmək belə bir şey yöntəm deyil.